Evimə bıçaqla əlcək gətirib qoyublar, maşınımı bıçaqla deşiblər. 130 min dollar pulu ələ keçirib vətəndaşı ölümlə hədələyən kimlərdir? Kriminal aləmdə adı çəkilən İlqam adlı belə desək şəxsin adından istifadə edərək ölümlə hədələməklə növbəti 10 min məqsədinə çalışmış. Yəni 4 min borc xərc edib aparıb Patamdar qəsəbəsinə təqdim edib onlara. Kriminal aləmdə adı hallanan şəxsin bu hadisədən xəbəri varmı? Sədərək Yusif deyilən şəxsin qardaşı Ənvərin övladlarının adını çəkdi. İlkin və İlham qeyd etdi. O şəxslər ayın 8-i qeyd etdiyi ki, may ayın 8-i 2024-cü il tarixdə Xurma deyilən restoranda görüşürlər, burada iştirak edibdilər. Video görüntü də var. Sədərək Yusifin qardaşı oğlanları niyə əmisinin adından istifadə etdi? Bəs Türkiyə prokurorluqla danışmışıq, bizim ailəvi qonağımızdır. Sən Türkiyəyə getməlisən. Mən həmin gecəsi mən təcili bilet alaraq gedib bileti elə bir tapa bilmədim. Getdim gecikmə biletlə getdim Türkiyəyə. Zərər çəkmiş gecə ilə Türkiyəyə niyə getdi? Və ondan sonra biz Baş Prokurorluğa 102 qaynar xəttinə, 961 qaynar xəttinə kifayət qədər şikayətlər edirik. Əsas olsun baxan yoxdur. Baş prokurorun və Daxili İşlər Nazirinin verdiyi tapşırıqları niyə icra etmirlər? Özünüzü təqdim edin. Əhmədov Elnur Mirəlioğlu. Nələr baş verir? Müəllim, elə bir öz dostum tərəfindən Ağcabəd rayonunun Ceyhun Mikimov mənə bir türk vətəndaşın dedi ki, bu dövlət adamıdır, nazir müavinidir. 4 milyonluq tender var. Tenderi udmuşuq. Azərbaycana ağıllı daska gələcəkdir. Bununla bağlı mənə sənəd-sad göstərdilər, elədilər. Mən də buna inanıb, bunlara 130 min dollar pul verdim. Yəni iş görmək niyyəti. Bəli, iş görmək məqsədi ilə bunlara 130 min dollar pul verdim. Bunlar bu pul alandan sonra məni alladıb qaçdılar ikisə Türkiyə. Bunlar deyəndə kimlər tutursunuz? Türk vətəndaşı Mustafa Ümman, bir də Mikimov Ceyhun. Paralı. O da Ağcabəd rayonundandır. Bunlar ikisi də qaçdı Türkiyəyə. Bunlar məni alladaraq dəfələrcə yalan dedilər. Sən pulunu alıb verəcəyik, narahat olma 3 günə verəcəyik, 5 günə verəcəyik. Bunlar məni allatdı. Sonra mən bu pulun içində 50 min şəhid ailəsinin pulu var idi. Namiladlı şəxsin. Onun pulu olduğuna görə dedi mənim tanışım var. Bu pulu sənə almaqda prokurorluq yolundan köməklik eləyə bilərik. Bunlar gəldik, danışdıq Xurma restoranda. Xamis adlı şəxs Sədərək bazarının yiyəsi Ənvərin oğlanları İlham və İlkin mənə dedilər ki, sən bəli pulu hamısını prokurorluq yolundan ala bilərik. Bununla bağlı nə fakt var? Mən də bütün faktları, sübutları hamısını təqdim etdim. Dedi, biz sənə məlumat verəcəyik. Səhərsi günü bunlar mənə çağırdılar. Xamis adlı şəxs ki, bəli, sən pulu ala bilirik. Heç bir problem yoxdur. Bəs Türkiyə prokurorluqla danışmışıq, bizim ailəvi qonağımızdır. Sən Türkiyəyə getməlisən. Mən həmin gecəsi mən təcili bilet alaraq gedib bileti elə bir tapa bilmədim. Getdim gecikmə biletlə getdim Türkiyəyə. Təxminən hansı ayda, hansı gündə? 2024-ün may ayları idi. Mən getdim Türkiyəyə. Mən Rövşən adlı bunların axıran Sədərək bazarının yiyəsinin oğlunun axranası Rövşən, qardaş oğlunun, Ənvərin oğlunun axranı İlkin və İlhamın axranaları. Rövşən mənə dedi ki, bəli, sən pulu alacaq, heç bir problem ola bilməz. Məni apardılar bir şəxsin yanına. Bu da mənə orada məlum oldu ki, bunlar dövlət adamı yox, bunlar Oğru Aləmin Burhan adlı şəxsdir. Mənə dedilər, götdülər, Türkü yığdılar, dedilər, bəli, Türk buna dedi ki, biz pulu Ceyhunla bir yerdə Elnura biz pul atmamışıq, bu pulu biz verəcəyik. Bunu bütün qohum və əqrabanın hamısını yığdılar ki, yəni sənə biz bax qoyuruq, bir pulu çatdırmalısan. Başqa söhbət ola bilməz ki, Türk də dedi ki, xeyr, başqa söhbət ola bilməz. Bu pulu mən sənə təqdim edəcəm. Bir həftə ərzində mən pulu sizə təqdim edəcəm. Sonra gəldik, oturduq, Türk məni yığdı. Türk məni yığanda dedilər ki, Türk mənə dedi ki, bəs məni aparıb çox pis adamlara verdin də. Mən də dedim ki, mən pulumu almağa gəlmişəm, heç mən bilmirdim bunlar belə olmağı. Dedi, mənə kart at, sənə 5000 dollar pul atıram. Mən də elə bir, bu mənə deməyini Rövşənə dedim, bunların axranasına. Çeynəf Rövşənə dedim. Dedim ki, bəs Türk sağ olun, Türk mənim 5000 dollarımı atır. Bu mənim üstümə şeylədi ki, sən niyə başına yekə hərəkət edirsən? Bizə qarşı, sən bizə demisən, sən götürdü. Burada Xamis adlı bizi bura göndərən adam.
Götdü onu yığdı ki, bəs bunu bizə göndərmisənsə, sən niyə başından yekə hərəkət eləyir bu? Bunu biz alırıqsa bizə. Dedi götür Türkiyə yığ bu dəqiqə. Türkiyə deyən ki, mən 130 min dollarımın hamısını aldım. Mən də götürdüm Türkiyə yığdım. Yəni kimdən aldın? Rövşəngildən. Bunların axranalarını. Güya siz 130 min dolları həmin o yanına getdiyin, köməklik istədiyiniz şəxsdən aldınız. Bəli. Və biz gedirik, siz özünüz haqq hesab eləyərsiniz. Bəli, bəli. Türk mənə dedi ki, bura Türkiyədə Azərbaycan kimi deyil. Yəni burada bax dedim, yox, heç bir problem yoxdur. Mən pulumun hamısını almışam, pulun hamısını təqdim eləyin, 130 min dolları Rövşəngilə. Dedi, yaxşı. Dedim, səndən mənim heç bir alış-verişim olmadı. Sonra mən Ceyhun adlı şəxs də Türkiyədə idi. Bu mənə alladırdı ki, bununla bağlı nə danışıramsa, bunun faktı var məndə. Hər birisinin səs yazısı var. Bütün maddi sübutlar var. Bütün maddi sübutlar var, bütün maddi nə varsa yəni təqdim edə bilərəm. Öz səs yazılarından hamısının faktları, sübutları var məndə. Həmin bu Ceyhun adlı şəxs mənə apardı kriminal aləmin, bunu çağırdım ki, görüşək. Bu məsələni danışdım ki, belə. Bu mənə apardı, özü gəlmədi. Bunun da bağlı sübutlarım var. Apardı məni kriminal aləmin əlinə verdi. Mən oradan qaçdım, məni öldürəcəkdilər. Mən oradan qaçdım Azərbaycana. Azərbaycana qaçdım, başıma gələnlərin hamısı Rövşənə danışdım. Rövşənə danışdım, dedi sən Azərbaycanda öldürəcəklər. Ehtiyatlı ol bir müddət, mən sənə geri dönüş edəcəm. Mənə bir gün sonra geri dönüş etdi ki, dedi, Haqverdi adlı şəxs, Malış Haqverdi Malış ləqəbli. Dedi, get bundan görüş, mənim dostumdur, buna hər bir şey danışmışam. Nə var hamısını de, apar bunlara 10 min manat pul ver, yoxsa səni öldürəcəklər, ya sənə bunlar axtarırlar. Mən də dedim ki, mənim pulum gedibdir. Mən niyə görə öldürməldilər bunlar? Həm pulu gedən mən, yəni mən burada neynəmişəm ki, məni öldürələr? Dedi, bunlar səni aradan götürmək istəyir, ehtiyatlı ol. Mən getdim Haqverdi və Raminlə görüşdüm. Mənə dedi ki, gedəndə dedi sən pulu bir hissəsini almışıq. Bir həftədə pulu hamısını alıb gətirib verəcəm sənə. Mən getdim bu Raminlə görüşdüm. Dedi ki, danış. Mən hamısını danışandan sonra 4000-də apardım, bunlara pul verdim. 10 min mənə demişdi, olmadığı üçün apardım 4000 pul verdim. 4000-i nəyə görə verdiniz? 4000-i verdim ki, gör bunlar məndən əl çəksin. Bu mənə dedi ki, sən pulu divanoya almışam, sən narahat olma, gələndə pulu verirəm sənə. Mənə də orada dedi ki, bu söhbət əgər buradan çıxsa, bizim adımız hardasa allansa, yəni sən həyatından küssə, yəni biz yəni itidiyimiz adamı heç kim tapa bilmir. Hətta. Hə, yəni dedi biz itidiyimiz adamı heç kim tapa bilmir. Yəni bizim əlimizdə kimsə itmək 2 vur 2-dir. Yəni bunları mən deyəndən sonra mən də qorxdum, apardım 4000 bunlara verdim. Kim məndən uzaq olsun, mən başı sakit işimi görən adamam. Yəni o gündən bu günə qədər də siz pulunuzu ala bilmirsiniz. Xeyr, heç bir pulumu ala bilməmişəm. Sonra məni çağırdılar ki, bu Rövşən gələndə, Rövşən mənə dedilər ki, getməlisən Gürcüstana. Bəs Gürcüstanda sənin bu pulun təsdiq olunur. Mən də dedim Gürcüstanda mən pul verməmişəm ki. Mən dedilər oğrunun yanına getməlisən Gürcüstana. Mən də dedim oğruna pul verməmişəm ki, mən gedib oradan pul alam. Hansı bu oğrunun adını çəkir? İlqam adlı şəxsin dedi ki, ondan gedək o təsdiq edəcək. Mən də Rövşəni gələndə burada aeroportda qarşıladım. Rövşən Haqverdi ilə Raminə yığdı. Bununla bağlı hər bir sübutum var. Sizə təqdim edə bilərəm və bütün qurumlara da yəni təqdim edə bilərəm. Yəni bu faktların hamısını təqdim edə bilərəm. Siz bununla bağlı aidiyyət üzrə müraciətlər eləmisiniz? Bununla bağlı çox sağ olsun cənab nazirin 4 dəfə özüm o pişiyi cəmi 8 dəfə qəbulunda olmuşuq. Çox gözəl. Hansı nazirimizin? Vilayət Eyvazovun qəbulunda olmuşuq. Bəli, çox sağ olsun. Yaxşı qəbul eləyibdi, göstərişlər verib. Aidiyyəti orqanlar heç birisindən yəni örtbasdır eləyiblər də, hər dəfə örtbasdır eləyiblər. Cənab nazirin verdiyi tapşırıqları yəni icradan kənarda. Bəli, baş prokurorluğun, şəhər prokurorluğunun qəbullarında olmuşam, Nərimanov prokurorluğunun qəbullarında olmuşam. Bu iş Nərimanov rayon baş polis idarəsində İlkin İmanovdaydı iş. İlkin İmanov sentyabrın 25-dən açılan cinayət işi bugünkü günə kimi örtbasdır edir. Orada nə maddi maraq var, orada nə var, onu mən bilmirəm. Bunların adamları var, nə var, yəni onun orasını mən bilmirəm. Məndə bütün faktlar, səs yazılarının hamısına göz yumulur. Mən nə danışıramsa, mənim sübutum var. Bax, siz hansı polis idarəsinə müraciət eləmisiniz? Biz cənab nazirə müraciət eləmişdim. Cənab nazir Qoraddelə göndərmişdi. Qoraddeldən də 16-cı bölməyə, 16-cı bölmədə göndərmişdi Nərimanov polis idarəsinə. Nərimanov polis idarəsində işə xitam vermişdilər.
Nərimanov prokurorluğunda bu işi apardım faktlarla, sübutlarla göstərdim. Ceyhun Mikimovla Mustafa 178.3.2 fakta görə cinayət işi açıldı. Cinayət işi ola Ceyhunu aradan çıxardıblar. Göndəriblər Türkiyəyə, Rusiyaya. Yəni barəsində Barəsində yəni olmasına baxmayaraq o şəxs bu gün Azərbaycandan çıxıb. Siz özünüz təqdim edin. Mən demək Əhmədov Elnurun vəkiliyəm, Ramil Rüstəmov. Mən bu işə sonradan qoşulmağıma baxmayaraq kifayət qədər işlər gördük. Biz ilk öncə mən işə qoşulandan sonra Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin qəbulunda olduq. Qaradağ rayon prokurorluğunda keçdiyi qəbulda. Sağ olsun, yaxşı qarşıladı, dinlədi bizi və göstəriş verdi. Bakı şəhər prokuroru Elşən Abbasov bizi qəbul etdi. Nəzarət çəkilmiş şəxslərdən bir yerdə və orada biz hər şeyi izah eləyəndən sonra bildirdi ki, bununla bağlı nəzarətə götürüləcək, iş götürüldü nəzarətə. Amma sonunda yenə qeyd etdiyi kimi Nərimanov rayon polis idarəsində bu iş yenə qərəzli olaraq yanaşılır. İşlə bağlı hər hansı bir hərəkət yoxdur. Yalnız bizim vəsadətlərdən sonra üzləşdirmələr keçirməyə başladı. Üzləşdirmə zamanı belə müstəntiq qərəzli mövqe göstərir. Mən də bildirdik ki, çünki onların xeyrinə bəzi hərəkətlər etməyə çalışırdı. Çünki mən o qarşı tərəfin üzləşdirmədə olan şəxsin danışıqlarından verdiyi ifadədən başa düşürdüm ki, artıq biz təqdim etdiyimiz iş materialının səsi yazılarını, onlar məlumatlıdır. Belə çıxır ki, müstənid tərəfindən hansısa dinlənmə var, onlara hansısa bir məlumat verir, səs yazır. Və ondan bəzi qanunsuz hərəkətlərə görə mən etiraz etdim, ümumiyyətlə üzləşdirməni biz dayandırdıq və ondan sonra biz Baş prokurorluğa 102 qaynar xəttinə, 961 qaynar xəttinə kifayət qədər şikayətlər edirik. Təəssüf olsun, baxan yoxdur.